Mən buradan bir daha səslənirəm. Ortalıqdakı bu dələduz, maşinlik, bu xain, alçaq Qabil Məmmədovun, bax bir daha deyirəm, sonra deməli deməyin, bir neçə verilişlə bunu təkrar edəcəm. Bir çoxları bundan dərs alsın. Özünə nə bilim bloger deyən, Mirzəlisi, Orxanı, Elşadı, kim olur olsun. Kimi Qabilin efirində görsəm və yaxud da Qabilin efirinin öz kanalında paylaşdığını görsəm, qoyacam belə Qabilinlə yan yana, nəslinizdə nə qədər qız gəlin var, hamısı söhüb batıracam. Çünki mənə başqa çıxış yolu qoymamışsınız. Mənə başqa çıxış yolu qoymamışsınız. Məni məcbur edirsiniz ki, bunu mən eləyəm. Başa düşdünüz? Buradan deyirəm, bilin və agah olun. Kimi Qabilin efirində görsəm, dünənlərim demişəm. Sıravi vətəndaşlar ola bilər, kimsə çıxar dərdini deyər, problemini deyər, o ayrı bir şeydir. Mən ona durub nəsə deyəs deyirəm. Amma kimi görsəm ortalıqda özünə bloger deyən, yəni media sahibləri, kimi görsəm ki, Qabilin efirindədir və yaxud da Qabili öz efirinə çıxardı və yaxud da Qabilin paylaşdığı videoları öz kanalında paylaşır, həmən adam mənim hədəfimdə da. Bunu bilin və agah olun. Elə yerinizdən vuracam ki, şişət qalasınız. Başa düşdünüz? Yəni sizi Qabildən ayırmayacam. Dalınıza elə pas soxacam ki, düz bura kimi gələcəkdir. Mən dinmirəm, sakit qalıram. O demək deyil ki, mən zəifəm, axmağam, başıboşam. Yox. Mən Allah ağıl verir, şuur verir. Dünənlərin biri var, Zəki. Qoşulub bunlara durub, mən hədə dinlə danışır. Dedim, ki, mən nəyəm? Hədə dinlə zaten danışır, götübə pas soxarım. Kimsə nəzəti var. Sən mən də Qabillə, Mirzəli ilə zaten eşatdan səhv sarsın. Sənin o qoca götünə pas soxarım. Sən mənim başqasına səhv sarma çaqqal. Qoydum şəkilini bura, götünə pas soxdum. Cəsarəti var, gəlsin görüşər. Real özdə. Real. Qanunla üstü gəlsin, qanunla görüşər. Problem deyil. Kimi görsəm Qabilin efirinə çıxan, kimi görsəm Qabili öz efirinə çıxardan, kimi görsəm Qabilin verilişini, videosunu öz kanalında paylaşır, həmən adamın evindəki körpəsinə qədər qoyacam ortaya. Qızını, gəlinlərini, nəslindəki sütül qızlarına qədər qoyacam ortaya. Açıq deyirəm, danmıram. Başa düşdünüz? Özləri də yaxşı bilirlər ki, mən prinsipial adamım, mən keçməyəcəm. Bu məsələnin sonu dəfələrlə demişəm. İstər qanunla, istər məhkəmə ilə, istər qanunsuz, istər qanunla, nə ilə bitir, bitsin. Mən bu prinsipialımın dalınca gedəcəm. Kimsə məni durdura bilməz. Bunlar mənə qarşı uğraşlıq elədilər, alçaqlıq elədilər vaxtında. Şəhər böhtan alçaqlıq kampaniyası apardılar. Şəhər böhtan maşını işə saldılar, bu Qabil və ətrafı hamısı. Mən də bunlara qarşı çıxdım, bunları ifşa elədim, bunları dalına pas soxdum. Mən gözləmirdim ki, bunlar gedib mənim haqqımda Alman dövlətinin üzrə yalan yazarlar. Bir var doğru yazarlar, deyərəm, kişilər doğru yazsa düz deyir də. Deyər ki, Rafael Priyev mənim arvadımı söylüb, deyərəm, düz deyir də. Danmıram ki. Deyər ki, Rafael mənim qızımı söylüb, deyərəm, düz deyir də. Deyər ki, Rafael Priyev Qabilin və ekranında olan Orxan Ağayev Elşadı söylüb, deyərəm, düz deyir də. Bəli, aldanmaram ki. Yalan danışmaram ki, düz deyir, deyərəm. Boynumu alaram mən. Amma mənim haqqımda gedib yalan, şəri böhtanı Alman dövlətinə yazıb, ora dayamaq, sırmaq, bu artıq xəyanətdir. Xəyanətkarın cərgəsində duran, ekranına çıxan kim varsa ortalıqdakilərdən, qoyacam Qabillə belə yan yana, Qabillə yan yana. Ana, bacı, ölü, diri, kəfən, nəslindəki nə qədər sütül qızlar var, hamısını qoyacam ortaya. Hətta onlara dəstək verənlərin də tayfasını, kökünü qoyacam ortaya. Çəkinmədən, qorxmadan hamısını hədəf alıb götünə pas soxacam. Başa düşdünüz? Deyirəm, bilin və agah olun, yadınızdan çıxartmayın. Oldu mu? Hə, yəni yadınızdan çıxartmayın. Kimin kanalı var, nəyi var, danışsın, mübarizəsini aparsın, neyinir, özü bilər. Özü bilər. Amma mənim əleyhimə bu xəyanəti eləyən, bu alçaqlığı eləyən, bu qədər bu yerə gəlib çıxdılar ki, mənim haqqımda götürüb, yalan, şəri böhtanı Alman dövlətinə yazıb. Düzdür, Alman dövlət bunları qozuna qoymur. Bunlar heç bir poqa da dərman deyirlər. O heç. Amma mənim əleyhimə bu qədər yalanı, şəri böhtanı Alman dövlətinə yazırlar. Alçaqlıq eləyirlər. Mən keçməyəcəm. Mən keçməyəcəm. Qandırsa qana gedəcəyik. Ölümdürsə ölümə gedəcəyik. Məhkəmədir, qanunla gedəcəyik. Heç birindən də qorxmuram, çəkinmirəm. Açıq deyirəm mən. Alman dövlətdə işsin, Alman qanunlar hamısı işsin, hamısı. Açıq deyirəm, danmıram, gizlətmirəm.
Kimi görsəm, başına itin oyununa açacağım. Bax, deyirəm ha. Mirzəlisi, Elşadı, Orxanı, Məhəmmədi, nədir o, Manafı, kim olur olsun Zəkisi. Hansı birinizi görsəm, tak, Pramı Qabilin yanındasınız. Başa düşdünüz? Pramı Qabilin yanındasınız. Kısa videolar paylaşmaqla Qabilə pas soxacam o heç. Əl çəkəsi deyiləm onunla. Amma Qabilin cərgəsində sizi görsəm, sizin evinizdəki ən əziz bildiyiniz körpə qızlarınızı söyləyəcəm. Nəslinizdə nə qədər başı papaqlı kişilər var, hamısının arvadını qoyacam ortaya. Qız gəlinlərimizi qoyacam ortaya. Məni buna məcbur eləyən sizsiniz. Siz. Başa düşdünüz? Ağıllı və şuurlu olun. Getdiyiniz yola diqqətli olun. Birinci kimin yanında durmuşsunuz? Əgər siz mənə qarşı xəyanət eləyənin yanında durursunuzsa, mən sizi nədir? Hədəf alayım. Çünki İlham Əliyev xəyanətkardır, alçaqdır. Onun yanında duran vilayəti, Əlin Ağayev necə hədəf alırıqsa, xəyanətkar Qabilin yanında duranı da hədəf alacağım. Qətiyyən gözünün yaşına belə baxmaram ha. Gözünün yaşına belə baxmaram. Başa düşdünüz? Yəni bunu vurun, ağlınıza saxlayın. Birdən kimsə çaşıb Mirzəlisi olsun busu, onun efirinə zəng eləyər, nə bilim efirinə çıxar. And olsun Allah başımıza oyun açacağım. Və deyirəm ha. Bu mənim nə əmrim deyil, nə belə deyək də, yəni mənim nə əmrim deyil, nə zakazım deyil. Bu sadəcə mənə qarşı xəyanət eləyənin, alçaqlıq eləyənin, yanında duranın götünə pas soxmaq deməkdir. Durmayasın onun yanında. Görsəm, ananın ağzına çırğalayayım. Kim olur olsun ha? Kim olur olsun? Mən bu ailə şəkillərinə, uşaq şəkillərinə zadına gedən deyiləm. Amma məni eləməyin ki, onun yanında duran adamların ailələrinin, uşaqlarının şəklini belə efirə qoyub, götündən girib ağzından çıxın. Bax, deyirəm ha mən. Bu mənim nə əmrim deyil, nə zakazım deyil, nə şərtim deyil. Bu mənim sadəcə apardığım prinsipial mübarizənin tələbidir. Tələbi. Bu tələblər yerinə getirilməsə, mən sizin başınıza oynayacağım. Bilin və agah olun, oldu mu?